Florensiyalı səyyah Amerigo Vespucci 9 mart 1454-cü ildə Florensiyada anadan olub. Elə onun ailəsi də səyahət edirdi. Amma onlar səyyah olaraq yox, ticarətçi olaraq başqa ölkələrə səyahət edirdilər. İspanlar Amerika qitəsini şimallı-cənublu öyrənməklə yeni torpaqlar ələ keçirmək istəyirdilər. Bunun üçün də ciddi işlərə başladılar və yeni dünyanın tədqiq edilməsində Amerigo Vespucci görkəmli şəxsiyyət olaraq seçildi. Yazılanlara əsaslanaraq o hətta 4 dəfə 1497, 1499, 1501 və 1503-cü illərdə Amerikada olub. Amerigo Vespucci'nin yeni dünyaya səyahətini şübhə altına alanlar da var. Bir sıra tədqiqatçılar 1497-ci ildə Oxfordla birlikdə etdiyi səyahəti dəqiq sayırlar. Buna baxmayaraq, coğrafiya tarixində ən görkəmli yer tutan səyyahlardan biri Amerigo Vespucci indiyənə qədər də sayılmaqdadır. 1499-cu ildə İspan ekspedisiyası tərkibində Hindistana səfərə çıxan Vespucci Amazon çayının şimal hissəsinə yaxınlaşır. Daha sonra Karib dənizində sahil boyu üzməklə böyük bir ölkə ətrafında hərəkət etdiklərini anlayır. Yeni dünyaya səyahətdən qayıtdıqdan sonra isə Vespucci iş yerini dəyişir və daha əlverişli saydığı Portuqaliya donanmasına keçir. Ekspedisiya üzvləri kəşf olunmuş qurunun Asiya olmadığını əmin idilər. Çünki Asiyanın bütövlükdə şimal yarımkürəsinə yerləşməsi o vaxt elmə məlum idi. 1503-cü ildə Vespucci bir daha yeni dünyaya səyahət etməklə kəşf olunmuş torpaqların Hindistan olmadığını dəqiqləşdirdi və İtaliyada yaşayan dostuna yazdığı məktubda bu qurunun yeni dünya adlandırılmasını məsləhət gördü. Beləliklə də 1538-ci ildə dünyanın xəritəsində, 1541-ci ildə isə Holland kartoqrafı Herald Mercator'un qlobusunda artıq şimal materiki də cənubla birlikdə Amerika adlandırıldı. Bir çox alimlərin təzyiq və etirazlarına baxmayaraq 16-cı əsrin ikinci yarısında bu ad tərtib olunan bütün xəritələrdə öz əksini tapdı. Adı böyük bir qitədə və həmçinin iki materikdə əbədiləşən Amerigo Vespucci 22 fevral 1512-ci ildə 58 yaşında İspaniyanın Sevilla şəhərində vəfat etdi.